Başda. Samir, sən at familiyanın nədir sənin? Əsədov Samir. Soyadın. Əsədovdur soyadın, hə? Adın Samirdir. Bəli. Atanın adı nədir? Hədis. Hədis. Nə? Hədisdir. Hə. Bəsdən o. Neçənci təvəllüdlü sənsən? 1992-ci. Sən hansı rayon hərbi komisarlığını sağlamısan? İmişdi. İmiş rayon hərbi komisarlığını sağlamısan. Sən hal-hazırda çəkin nə qədərdir? 56. 56. Boyun hündürlüyü nə qədərdir? Boyun hündürlüyü. Bəsdən o. Boyun hündürlüyü nə qədərdir? 184. 1.84, çəkində 56 kiloqramdır. Sən deməli xəstəliklə əlaqədar neçə dəfə hospitalda müalicə 4 olmusan? dəfə oldu. 4 dəfə olmusan da. Deməli neçə aydır qulluq edirsən? İndi arası indi 12 aydır. 12 aydır, 12 ay ərzində 4 dəfə Oxtiyar buradan gəlirsə 10 ay eləyir. 10 ay qulluq edirsən, yox? Yox. Hərbi xidmətə nə vaxt gəlmişsən? Oxtiyabrda gəlmişəm. Oktyabrda gəlmişsən də, düzdür. İndi hal-hazırda xarşı bir 11-ci ayı keçmişsən də qulluğun, düzdür. Bu 11 ay ərzində neçə dəfə hospitalda olmuşsan? 4 dəfə. 4 dəfə olmuşsan. Məzuniyyətdə nə qədər olmuşsan? 3 dəfə. 3 dəfə. Xəstəliklə əlaqəli olmuşsan da. Sənin bu sağalmağın barəsində hər hansı deməli hospitalda müalicələrin xeyri varmı? Xeyr. Müalicə ola bilmirsən də sən. Xeyr. Yəni müalicənin heç bir xeyri yoxdur sənə, düzdür? Bəs burada Dərddən. hərbi sən ərazisində sənə müalicə keçirlərmi? Xeyr. Yəni ki, sənə qarşı laqeyd yanaşırlar. Bəli. Və sən deyəndə ki, bəs xəstəyəm, qulluq eləyə bilmirəm, sən nə deyirlər? Mən heç nə. Heç nə demirlər də, heç bir tədbir də görmürlər də. Xəstəliyin nədir? Xəstəliyin nədir sənin? Xəstəliyim dedi ki, ciyərlərim də bir də böyle. Sənin ciyərlərindən su çəkiblərmi? Mən çəkildim. Neçə dəfə çəkiblər su? Bir dəfə çəkildim. Bir dəfə çəkiblər. Yəni demək oldu ki, sənin ciyərləri, ağciyərlərə su gəlib, sənin ağciyərlərdən su çəkiblər də. Oldu. İndi nətər, xidməti davam etdirə bilirsənmi? Xeyr. İndi ağrıyıram da. Oldu. Sən dövlət rəhbərlərindən xahişin nədir? Nə deyə bilərsən? Sən Azərbaycan Respublikasının Müdafiə Nazirindən, Azərbaycan Respublikasının prokurorundan, hərbi prokurorundan, Azərbaycan Respublikasının Səfərbərlik və Çağırış üzrə xidmət rəisindən xahişin nədir? Tələbin nədir? Mən bıraxsınlar deyə verdim. Sən evə buraxılmaq istəyirsən də. Səbəbi nədir ki, buraxılmağının? Səbəb odur ki, xəstəyəm də edə bilmirəm, xidmət edə bilmirəm. Xəstəsən, xidmət edə bilmirsən də.